yaradır o meningiti? O da bir virusdur, hə? Virusdur. Ya ən çox ağırlaşmalar qripdən sonra olur, ən çox. Bəzən də mənşəyi bilinməyən virus. Məsələn, il arasında belə eləyir, əgər soyuq suya az içən meningit olasın. Bəli, Yəni soyuqda. həmin sözdə immunitet bütün xəstəliklərin ümumiyyətlə əsasında immunitetin düşməyi dayanır. Bəli, mənim immunitetim çox düşmüşdü. İmmunitetdə salan nədir? Soyuğa verirsən, ac qalırsan, bayaq dediyimiz kimi meyvə tərəvəzdən az istifadə edirsən, vitamin C-in azalır bədəndə, vitaminlərin azalır. Və təbii ki, yorğun olursan, yorğunluq da immuniteti salır, yuxusuz olursan, immuniteti salır. Sənət adamıdır, çalışır. O ərəfələr mən çox yorğunçuluq olur. Yorur özünü ki, görünməyini bir yana çıxsın. Bu da son nəticədə immunitet düşəndə də virus hamıda var. Elə adam yoxdur ki, onda virus olmasın. Sadəcə onun aktiv pasiv Sadəcə olaraq məsələsi var. həmin o an immunitet düşən kimi fəallaşır. Məsələn, tutaq ki, herpes virusu. Herpes virusu hamıda var. Dodağın ətrafında müşüksə. O nədən müşükdür? Yox, var. Yolxuculuğu da var. Ancaq var. Ancaq sən şərait yaradan kimi, immunitet düşən kimi o öz aktivləşir, fəallaşır, özünü göstərir. Ona görə də herpesə müalicəsində də bizdə Doktor Seyfəddin klinikasında çox gözəl nəticələrimiz var. Çünki orada əsas nədir? Əsas məsələ immuniteti qaldırmaqdır. İmmuniteti də arı zəhəri qədər qaldıran yer üzündə ikinci bir məlhəm, ikinci bir dərman, ikinci bir iynə, heç nə yoxdur. Arı zəhəri və arı məhsulları. Təbii ki, yanaşı olaraq zəlidə qanun duruldur və 250-dən artıq ferment buraxır. O da çox gözəl effekt verir. Ona görə də insanlar son zamanlarda bütün dünyada təbii müalicələrə gedilər. Mən Hindistandan bildim də, yaxından gəlmişim. Orada da insanlar təbii müalicəyə, təbii qaydada hazırlanmış müxtəlif mərhələlərə üstünlük verirlər. Çünki kimyəvi maddəni qəbul edirsən 30 il, 40 il, 50 il yadındadır biz Sovet dövründə biomesin, qarnı ağrı uşağa biomesin verir. Gün neçə illərdir götürüldü ki, bu xərçəngə doğru meyillik yaradır. Nə qədər kimyəvi dərmanlar aradan çıxardılır ki, bu xərçəngə doğru meyillik yaradır. Ancaq heç kim deyə bilməz ki, qatıq xərçəngə doğru meyillik yaradır. Heç kim deyə bilməz ki, pendir yaradır və ya şor yaradır və ya da meyvə tərəvəz yaradır.